siz hansı peşəyə sahibsinizsə, hansı sahə üzrə fəaliyyət göstərirsinizsə və üstəgəl sizin həyat tərziniz sizin mebelin iç bölgüləndirməsinə təsir edən amildir. Yəni siz gündəlik həyatınızda sport geyimlərdənmi çox istifadə edirsiniz, klassik geyimlərdənmi çox istifadə edirsiniz? Bunu mebelin bölgüləndirməsinə təsir edir. Aksesuarınız mı çoxdur? Qarderobunuzda ayaqqabımı zəifliyiniz var. Xanımlarda çantamı çox alıb yığırlar. Yəni bunların hamısı birbaşa o mebelin özünün bölgüləndirməsinə təsir edir. Gəlin əvvələ qaydaq, mən sizə bir şey deyim. Belə deyim də sizə, istəyir memar olsun, istəyir dizayner olsun. Bu mebelin iç bölgüləndirməsi və mebelin özü başqa bir segmentdir, dizayn başqa bir segmentdir. Yəni bu iki dənə segmenti bir-birinə qatmayaq. Dizayn ümumiyyətlə vizualizasiya eləyir iç bölgüləndirməsini, buna iç memarlıq deyilir və yaxud da ki, interyer dizayner deyilir. İnteryer dizayner məcbur deyil ki, məcbur deyil, yox, yəni onun ixtisasına aid deyil ki, sənin iç bölgüləndirməni və mebel planirovkanın iç bölgüləndirməsinin açıqlamasını versin.